uşaqlar, gəlin unit 1-in izahına baxaq. Deməli, dinləməmizə əsasən işləyirik birinci tapşırığımızı. The passage is mainly about deyir, bu mətn nə ilə bağlıdır? İngilis dilinin vacibliyi ilə bağlıdır. Onun hansı ölkələrdə istifadə olunması, hansında birinci dildir, hansında ikinci dil kimi istifadə olunmasından danışır. Və bu dili bilmək niyə əhəmiyyətlidir? Bunlardan danışır. Ona görə cavab B bəndidir. İkinci də how can knowing English help you in life? Deyir, ingilis dilini bilmək sənə həyatda necə kömək eləyə bilər? It helps you travel easily and find better jobs. Deyir, o sənə asanlıqla səyahət eləməyə və daha yaxşı işlər tapmağa kömək edir. Dinləmənin ən axırıncı cümləsi idi, səhv eləmirəmsə. Baxırıq A bəndinə. Many students learn English at school. Çoxlu uşaqlar ingilis dilini məktəbdə öyrənirlər. It helps you learn science more quickly. O sənə kömək edir ki, elmi daha cəld öyrənəsən, sürətlə öyrənəsən. People need to know other language too. İnsanların deyir, həmçinin başqa dillər də bilməyə ehtiyacı var. English the only used in one country. Is only used in one country. İngilis dili yalnız bir ölkədə istifadə edilir. Bunlar da deyil. Üçüncü suala baxırıq. English is used as a second language in over 60 countries. 60-dan artıq ölkədə ingilis dili ikinci dil kimi istifadə olunur. Baxırıq dördüncüdə biz burada true false seçməliyik. Ən rahat və asan hissəsi budur. English is the first language in the USA and Australia. Bəli, doğrudur. İngilis dili həm Avstraliyada, həm İngiltərədə deməli birinci dildir. USA-də də birinci dildir, çaşdım. Və eyni zamanda səhv etmirəmsə dinləmədə var idi. Yeni Zelandiyada birinci dil kimi istifadə olunur. Deməli bu olur true. 2-də people can study English at school and university. Həm məktəbdə və universitetdə də ingilis dilini insanlar öyrənə bilərlər. English hardly make communication easier for people. Deyir ki, hardly burada bilirsiniz nədir? Mənanı iki araşdırıb burada. Deyir ki, ingilis dili insanlar arasındakı ünsiyyəti, yəni asanlaşdırmır, belə deyək. Bu da false, yanlışdır. English is not used in government or business. Deyir, ingilis dili iş sahəsində və hökumətdə istifadə olunmur. Bu təbii ki, yanlışdır. Oldu B bəndi. Davam edirik 5-ci testimizdən. Yesterday, the weather was very stormy with thunder and lightning all evening. Dünən deyir, hava çox tufanlı. Belə deyək də, dünən hava deməli bütün gecə ildırım və şimşəklə, yəni ildırım şimşək çaxaraq çox tufanlı idi də. Yəni ildırım şimşək çaxırdı, tufanlı idi hava. Due to the bad weather, the event planned for tomorrow has been postponed. Deyir ki, bu pis havaya görə deməli sabah üçün planlaşdırılan event tədbir has been postponed, təxirə salınıb. Postpone təxirə salmaq deməkdir. Cancel sözündən sinonimdir. Can, cel yazılır uşaqlar. Və burada due to conjunctiondır, bağlayıcıdır. Due to üstə gələk, bax sifət isim birləşməsi alıbdır. The bad weather, bunu istəməz keçmişdim. Due to üstə gələk sifət, üstə gələk isim gələ bilər. Deməli, choose a correct sentence that correctly match the meaning of the text. Yəni, bu elə bir cümləni biz seçməliyik ki, bu mətndə bizdə verilən məna ilə üst-üstə düşsün. Gəlin baxalım. Diqqətli oluruq. Bax, the event was cancelled because of hot and dry weather. Bax, isti və quru havaya görə təxirə salınıb. Bu yanlışdır. Despite the strong storm. İndi baxın, deyir, güclü tufana rəğmən, despite baxmayaraq, hadisə, tədbir planlaşdırıldığı kimi took place baş verdi. Hələ də planlaşdırdığı kimi baş verdi. Xeyr, təxirə salınıb. Çünki hava pis idi. The weather was clear and sunny. Hava deyir, aydın və günəşli idi bu səfdə. Due to yesterday's storm. Dünənki fırtınaya görə the event planned for tomorrow. Sabah üçün planlaşdırılmış tədbir təxirə salındı. Bax, budur cavab. D-yə baxırıq. Tomorrow's event will be cancelled because another storm is expected. Baxın, bu hissəni pozur. Deyir ki, sabahki tədbir təxirə salınır, çünki başqa bir tufan gözlənilir. Bunu demir. Be careful, sharp turns are coming. Deyir, ehtiyatlı ol. Yəni, kəskin dönüş var da qarşıda.
Reduce your speed, sürətini azalt. Stay focused and drive safely. Diqqətini yəni yayınmasın, yəni diqqətli ol və təhlükəsiz şəkildə sür. Stay focused odur ki, yəni belə deyək də, doğru deyək də, yəni diqqətini cəmlənmiş şəkildə qal. Yəni elə bir diqqətcil qal. Bu nə mənanı verir? You must stop immediately. Bu demək ki, sən dərhal dayanmalısan. Demir dayan. Deyir ki, qabaqda dönüş var, ehtiyatlı ol. Diqqətini itirmə, sürətini də azalt. You should reduce your speed and drive carefully. Sən deyir, gərək öz sürətini reduce eləyəsən, azaldasan və ehtiyatla sürəsən. Elə cavab budur. This road is close to all vehicles. Bu yol bütün nəqliyyatlara bağlıdır. Bu yanlışdır, bunu demir. Only straight roads are allowed here. Burada deyir, yalnız düzgün yollara, yəni düz yollara icazə verilir, yanlışdır. Using the car horn is strictly forbidden. Deyir ki, burada maşın siqnalından istifadə eləmək ciddi şəkildə qadağan olunub, bundan da danışmır. Burada forbid qadağan eləmək deməkdir, uşaqlar. Sinonimi də bəndir. Prohibit də qadağan eləməkdir. Deməli, baxaraq 7-yə. Tanya wants to join the school basketball team. Deyir, Tanya istəyir ki, məktəb basketbol komandasına qoşulsun. Deyir, while talking to her as an experienced person, what would you say? Deyir, təcrübəli bir şəxs kimi onunla söhbət eləyərkən ona nə demək istəyərdin? Yəni, ona nə məsləhət verərdin? You should practice every day and stay active. Sən gərək hər gün məşq edəsən və fəal qalasan. Bax, budur. Just wait, sadəcə gözlə. Maybe they invite you. Onlar səni ola bilsin ki, çağıracaqlar. Bu, onu demotivasiya edən bir cümlədir, ona görə olmaz. No need to try, deyir, cəhd etmə. Bu da mənfi mənalıdır, getdi. Forget it, bunu deyir, unut. Bu da mənfi mənalıdır. Heç arxasına baxmağa ehtiyac yoxdur. Deyir, ayaqqabılarını giyin. Yox, bu da deyil. Deməli, cavab abəndidir. Mənfi məna bildirdilər. Keçirik mətnimizi oxumağa. In Baku, Bakıda people love reading books. İnsanlar kitabları oxumağı sevirlər. One day a special event happened in the metro. Bir gün deyir metroda xüsusi bir hadisə baş verdi. It was a book flash mob. O kitab flash mobu idi. Many young people joined the event. Çoxlu cavan insanlar bu tədbirə qoşuldular. They all entered the metro with books in their hands. Onlar metroya əllərində kitabla daxil oldular. Hamısı daxil oldular. When the train started to move, they opened their books and started reading silently. Qatar deyir, hərəkət etməyə başlayanda onlar öz kitablarını açdılar və sakitcə oxumağa başladılar. Passengers were surprised at first. Əvvəlcə deyir, sərnişinlər təəccüblənmişdilər. Some people smiled. Bəzi insanlar gülümsədilər. Others took photos. Digərləri də şəkillərini çəkdilər. Some even started reading their own books too. Hətta deyir, bəziləri də həmçinin başladılar ki, öz şəxsi kitablarını oxusunlar. The goal of the flash mob was to show the importance of reading in daily life. Deyir, bu flash mobun məqsədi insanlara gündəlik həyatda kitab oxumağın vacibliyini göstərmək idi. It was also a way to say that reading is fun, even in busy places like the metro. O həmçinin deməli elə bir belə deyək, oxumağın hətta metro kimi yəni busy, məşğul yerlər olsa belə oxumağın əyləncəli bir şey olduğunu göstərməyin bir yolu idi. Reading books improves knowledge and thinking skills. Kitab oxumaq bizim biliyimizi inkişaf elətdirir və biliyimizi və düşünmə bacarıqlarımızı inkişaf elətdirir. It helps people learn new. O insanlara kömək edir ki, yeni nələrsə learn new ideas and understand the world better. Yəni yeni ideyalar öyrənməyə kömək edir və dünyanı daha yaxşı başa düşməyə. Understand the world better. Bir də onu deyim ki, dünya sözü həmişə zeynlə işlənir. Regular reading increases focus and memory. Müntəzəm olaraq deyir oxumaq bizim diqqət cəmləməmizi və memory yaddaşımızı increase eləyir, artırır. Increase artırmaq, decrease azaltmaqdır. Memory də yaddaş deməkdir. The purpose of these kinds of flash mobs is to help people make good things part of their daily routine. Deyir ki, bu növ flash mobları etməyin məqsədi insanlara kömək etməkdir ki, yəni kömək eləsinlər ki,
onları yəni belə yaxşı şeylər onların gündəlik həyatının bir hissəsi olmasına kömək etməkdir. İndi mən bilirsiniz də mətni işləməmişdən qabaq önəmli hissələrə baxağın, bəzi şeyləri xatırlayağın, incələyək mətnimizi. Baxın, Bakı məkan bildirdiyi üçün in sözünündən işlənib, çünki məkanlar inlə işlənir. Love feili özündən sonra gələn feili ing ilə qəbul edə bilər, to ilə də qəbul edə bilər. Hər ikisi doğrudur. Sonra xüsusi hadisə, baxın, artiklı event-a aiddirsə, deməli event sözü sayılan isimdir. Eyni zamanda qeyd eləyək ki, bunu mən sizə demişdim. Bəzi istisna sayılan isimlər var idi. Mücərrəd kimi görünsə də sayılır. Həmin o sözlərin içərisində event var idi. Sonra metroda, in the metro, in söz önündən işlənibdir. Sonra nəyə baxaq? When-in uzlaşmasına baxırıq. When-dən sonra started keçmiş zaman, opened keçmiş zaman. Deməli, keçmiş uzlaşması verilibdir. Sonra at first əvvəlcə deməkdir. Sonra take photo şəkil çəkmək deməkdir. Own şəxsi öz deməkdir. To həmçinin deməkdir və təsdiq cümlələrinin sonunda işlənir. Əgər bu cümlə inkar olsaydı, onun sonunda həmçinin mənasında to-nun yerinə aiza qoyardıq. Amma cümlə inkarda olmalıydı. Amma yenə də aiza həmçinin mənasını verərdi. Amma fərqləri odur ki, to təsdiqin sonunda işlənir, aiza da inkarın sonunda. Goal məqsəd deməkdir. Məsəl üçün sinonimi aim ola bilər. Sonra improving inkişaf elətdirmək feildir. Knowledge bilik sayılmayan isimdir. Skill bacarıq deməkdir. Burada purpose məqsəd deməkdir. Gəlin sizə bir söz öyrədim. On purpose. Bunun mənası qəsdən deməkdir. Bunu mən universitetdə öyrənmişdim. Regular müntəzəm deməkdir. Bunu yadda saxlayırsınız. Davam edirik indi. Mətn ilə bağlıdır. Baxaq. A reading event in the metro. Elə baxan kimi bilinir, metrodakı bu oxumaqla bağlı olan tədbirlə, hadisə ilə, toplantı ilə bağlı idi. Türklər buna biz necə deyir, ən gözəl etkinlik deyirlər. Bax, event o da etkinlik. Baxırıq 9-a. False statementləri lazımdır. Bizə diqqətli olun, səhvləri soruşur. Flash mobs like this one encourage healthy daily habits. Deyir, bu tip deməli flash moblar deyir, flash moblar deyir, xoşlayır. Flash mobs like this. Burada xoşlamaq yox, kimi mənasına verilir. Bu kimi flash moblar yəni insanları belə deyək, bir kəsləri sağlam gündəlik vərdişlərə cəsarətləndirir. Təbii ki, bu doğru ola bilər. Amma buna plus qoyuram. Sonra some passengers on the train took photos of the flash mob. Flash mobun bəzi insanlar şəklini çəkdilər, doğrudur. The goal was to show that reading wasn't fun everywhere. Deyir, məqsədi ondan ibarət idi ki, istənilən bir yerdə, yəni bu kitab oxumaq əyləncəli deyil. Mənfi mənada çıxdıq, səhvdir. Reading books can't help improve memory and focus. Deyir, kitab oxumaq bizim yəni yaddaşımızı inkişaf elətdirmir və fikrimizi cəmləməyə kömək etmir. Mənfi mənadır bunlar, səhvdirlər. Deməli, bizdən səhvləri soruşur. Çıxaq qoyduqlarımız 3-4-dür. Deməli, cavab A bəndidir. 10-cu da. Deyir, hansı sualın burada cavabı yoxdur. Where did the book flash mob take place? Deyir, harada baş verdi? Metroda. Bunun cavabı var. How did passengers react to the flash mob? React to the flash mob. Flash moba necə cavab verdilər? Vardı da, bəziləri şəkil çəkdi, bəziləri güldü, bəziləri götürüb öz kitabını oxudular. Why is reading helpful for people's minds? Bu bizdən gözləsin. What was the purpose of flash mob event? Məqsədi nə idi? Kitabı oxumağın dəyərli olduğunu göstərmək. Bunlar düzdür. Who first created the idea of reading flash mob? İlk dəfə deyir, kim bu ideyanı yaradıb? Bu haqda bizə məlumat verməyibdir. Cavab Y bəndidir. İnsanların beyinləri üçün niyə xeyridir? Baxın, burada var deyil, memory üçün, focus üçün. Diqqət cəmləmək üçün yaxşıdır. Ona görə bu da düzgündür. Bu səhər ihtimala saxladım ki, birdən fikrimdən yanlarım. 11-ə baxıram. 11-də nə deyir qızlar? The purpose of the book flash mob was. Məqsədi nədən ibarət idi? İnsanlara istənilən bir yerdə kitabı oxumağın yəni əhəmiyyətli olduğunu, daha əyləncəli olduğunu, nə bilim, lazım olduğunu göstərmək. Deyir ki, insanları güldürmək, passenger, sərnişin deməkdir. Sərnişinləri güldürmək, şəkil çəkmək səhvdir. Bax, budur.
Deyir ki, insanları encourage people to read as a part of their life. Gündəlik həyatın bir hissəsi kimi insanları cəsarətləndirsin ki, kitab oxuyun, belə deyil. Yəni, kitab oxumaya cəsarətləndirmə. Help passengers improve their focusing immediately. Deyir, sərnişinlərə deyir, kömək eləsinlər ki, dərhal olaraq öz diqqət cəmləmələrini inkişaf elətdirməyə kömək etmək. Show that reading wasn't fun everywhere. Göstərmək ki, hər yerdə oxumaq əyləncəli deyil. Surprise passengers with new metro stations. Yəni metro stansiyalarından sərnişinləri surprise eləmək, təəccübləndirmək. 12-yə baxırıq. Which statements are true according to the passage? Hansı bəyanatlar doğrudur? Some passengers were angry. Bəziləri əsəbidir və tərk etdilər. Belə şey verilməmişdi. The book flash mob took place inside a metro train. Metro qatarının içində baş vermişdi. Bu doğrudur. Sonra baxıram. Numerous young people participate in the event. Çoxlu sayda gənc insan bu tədbirdə, etkinlikdə iştirak elədilər. Participate ilə işlənir. Fikir verin sözün olaraq. Sonra at the beginning başlanğıcında. At the beginning the passengers felt shocked. Başlanğıcda sərnişinlər belə deyək, şoka düşmüşdülər. Yəni təəccüblənmişdilər. Yəqin burada şoku təəccüblənmək mənasında veribdir. The flash mob düzdür. The flash mob was organized to sell books passengers. Deyir flash mob sərnişinlərə kitab satmaq üçün organize təşkil olunmuşdur. Təbii ki, bu da yanlışdır. Yanlışdır. Cavabımız 2, 3, 4 olur. Davam edirik. İndi qayda hissəsinə baxırıq. I think this book is quite interesting. You should read it. Sən onu gərək oxuyasan. Deməli, məsləhət görür ki, oxu, deməli, müsbət məna var. Exciting, həyəcanlandırıcı, tiring, yorucu, bored, bezmiş, frightened, da qorxmuş. Ümumiyyətlə, sizə bir şey deyim də, bilirsiniz. Burada söhbət kitabdan gedir, elə cansızdır. Bir dəqiqə. Elə sizə izah eləyəndə baxıram, uşaqlar. Elə indi izah eləyəndə fikir vermədən, elə bu interestingdir. Burada idi canlı bildirir, bu cansızdır. İdiləri ona görə çıxıram. İnklər cansız bildirir. Burada da müsbət məna verdiyi üçün tiring'i çıxıram, olur exciting, bağışlayın. This book is not light. Bu deyir kitab. Bu qutu. This box isn't light. Bu qutu yüngül deyil. For me to carry. Mənim deyir daşımağım üçün. Deməli, burada baxın, sifət var. Elə, light necə, nə cür? Yüngül. İsimdən əvvəl deyirəm ki, enough money. İsimdən əvvəl işlənir enough. Sifətdən sonra işlənir. Sifətdən sonra boşluq. 15-ci dəstə baxırıq. Used-nun düzgün şəkildə işlənmiş formasını soruşur. Baxın, used to nədir? Used to bir birləşmədir. Bu idi ilə filan işiniz olmasın. Elə bilin ki, bu bunun tərkib hissəsidir. Bu used to nədir? Biz necə istifadə edirik? Mübtada üstə görə used to, üstə görə sadə feil. Niyə? Çünki used to-nun özü elə keçmişdədir. Və bu ifadənin mənası o deməkdir ki, mən əvvəllər bir şeyi edirdim, amma indi etmirəm. Məsəl üçün, I used to smoke. Mən sigaret çəkərdim. Bu deməkdir ki, mən əvvəllər çəkirdim də, indi bu vərdişimi tərk etmişəm mən. Gəlin baxağın düsturumuza. Used to-dan sonra sadə feil. Bu getdi. İdili feil gəlib. Bu getdi. Was used to deyə bir şey yoxdur. Was used ola bilməz. Çünki used to play sadə feil arxası dolduğu kimidir. Cavab C bəndidir. Baxın, burada keçmişdə uzlaşırdı. Çünki verinin uzlaşmasıdır. Keçmiş uzlaşır. Antonimlər cütünü soruşmazdan. Deməli, few, limited. Few az deməkdir, limited də az deməkdir. Yəni, limitli sayda. Bunlar sinonimdirlər. Angry, furious. Bunlar ikisi də əsəbi deməkdir. Bu da getdi. Surprising, təəccübləndirici. Amazing. Bunlar da sinonimdir. Getdi. Amazing, təəccübləndirici. Yerə deməkdir. Catch tutmaq, miss buraxmaq. Gəlin, məsəl üçün. To catch the train odur ki, qatara çatırsan. To miss the train odur ki, qatara çatmırsan, buraxırsan. O mənada. Ordinary, adi, sıradan deməkdir. Usual sözündən sinonimdir. Sual yazılır. Amma special-da xüsusi deməkdir. Bunlar da antonimdir, bu da antonimdir. Cavab 4-5-dir. Deməli, 17-də bizdən alternative question soruşur. Yəni, ayrıca və seçmə sual. Seçmə sual soruşur. Seçmə sual odur ki, orla düzəlir, belə deyək. İki variantdan birini seçirik. Orla olan variant, baxın, biri buradadır, o birisi də buradadır. Deməli, cavabım 1 və 3-dür. Məsəl üçün, ikincidə which ilə başlayıb cümlə. Bu xüsusi sual cümləsidir.
Burada da bax vergüllə ayırıb deyilə bil təsdiq, inkar qayda. Buna destructive question deyirik və ya da tag question. Ayrıcı sual deyirik ona. Cavabımız 1-3 eləyir Y bəndi. Yəni biz ayrıcı sual deyəndə oradan olan variantı tapmalıyıq. 18-ə baxırıq. Identify the correct option. Düzgün seçimi müəyyənləşdir. He didn't call you yesterday. O deyir dünən sənə zəng vurmadı. Bu cümlə inkardadır, eləmi? Vergül var. Vergül varsa bura inkarıca bu bir tərəf təsdiq olmalıdır. Gəlin inkarları çıxaq. Getdi. Mənim köməkçi fe'ilim nədir? Did veribdir. Cavab onda A bəndidir. Köməkçi fe'il olduğu kimi qayıdır. Baxıram 19-cu testdə yoğunlaşdırmalıyam. Loud ucadan yüksək, government hökumət, playground da oyun meydançası. An outside area designed for children to play. Uşaqların deyir oynaması üçün formal dizayn olunmuş çöl ərazi. Bu olur oyun meydançası. 3 oldu A. A group of people who officially control a country. Ölkəni rəsmi olaraq kontrol edən, idarə edən insanlar qrupuna hökumət deyirik. 2 də olur B bəndi. Sonra baxıram. Producing a lot of noise. Çoxlu səs çıxarmaq or strong and easily heard. Yəni asanlıqla eşidilən, güclü bir səs çıxarmaq belə deyək. Loud uca. Bu doğrudur 1. Deməli onda belə olur. Cıba. Cavab C bəndidir. 20-ci suala baxırıq. Baxıram ki, burada bax avtomatik gözümə if-də idi. If-in uzlaşmasıdır. Yadda saxlayın. If-dən sonra ümumiyyətcə heç bir bağlayıcıdan sonra gələcək zaman gəlməz. Ona görə bax will-bim getdimi? Will-bim getdimi? Will-bim getdimi aşağılar. Nə var buna? 3 variant getdi. Əlində 2 variant qaldı. İndi baxırsan bura. Burada will-dir, burada is indiki zamanda. Bu would keçmişə nəzərən gələcəkdir. Bu da indikidir. Keçmişdən indiki uzlaşa bilərmi? Uzlaşmaz. Bu was olsa düzgün olardı. Çünki keçmiş sadə ilə keçmişə nəzərən gələcək uzlaşardı. İndiki sadə ilə sadə gələcək uzlaşır. Cavab D bəndidir. Ən çatdı. Would keçmişdir qızlar. Would, should keçmişdir. O was-la, were-la keçmişdə olan bir fe'llə uzlaşır. Ona görə diqqətli olursunuz. Zaten bu if-in ən rahat uzlaşmasıdır da. If-dən sonra sadə zaman, o bir tərəfdə də gələcək zaman. Keçirik 21-ci testimizə. Arzu hasn't made any plans yet. Arzu deyir hələ heç plan hazırlamayıbdır. But I think, amma mən düşünürəm ki, she a short course in digital marketing this summer. Amma mən düşünürəm ki, o bu yay deməli rəqəmsal marketinqdə deməli qısa bir kurs keçəcək, belə deyək. Deməli heç nə. Bu yay baş verəcək. This summer bu yay bunu eləyəcək və bunu gələcəkdə eləyir də. Bu will take. Cavab olur A bəndi. He will take. O getirəcək. Kurs keçəcək. Oldu gələcək zaman. She is working very hard. Niyə gələcək qoyuruq? Çünki mənada gələcəklik var uşaqlar. Yəni deyirəm ki, hələ planları hazırlamayıbdır. Amma düşünürəm ki, kurs götürəcək. Bu keçmişdir, bu belə. Bax, bu keçmiş zamandır, olmayasıdır. Bu da keçmiş. Burada da she-dirsə takes olardı. Bu da getdi. Davam edicilik də heç yoxdur. Deyim ki, choose a correct variant, düzgün variant. She is working very hard these days. O bu günlərdə çox səylə çalışır. Yəni gərgin çalışır. She is a top student in her class this year. O deyir bu il sinifdəki top student yəqin ki, ən yaxşı şagird deyək də. Ən yaxşı şagird deməli olmalıdır deyə nəsə bir şey. İndi baxalım burada. Zamanda həmişə diqqətli oluruq. Deməli o çox şeylə çalışır ki, ola bilsin ki, oldu. May become. Ola bilsin ki, ən yaxşı şagird olsun. Mümkünatı var yəni. May icazə mümkünlük bildirir. Amazing, heyrətamiz sözünün sinonim yaxşı, müsbət, necə deyim, yaxın mənalı sözünü soruşur. Amazing nə deməkdir? Heyrətamiz. Bir sözlərə baxırıq. Awful deməli dəhşətli deməkdir. Və impressive təsirli deməkdir. Better daha yaxşı deməkdir. Fighting belə deyək də fight döyüşməkdir. Fighting döyüşdürücü mü deyim belə. Strange də qəribə. İndi qulaq asın. Amazing, impressive, təsirli, heyrətamiz. Impressive sözünü çox sevirəm. Bunlar sinonimdirlər. Kimi? Belə istifadə edə bilərsiniz.
Baxırıq 24-cü testə. While uzlaşmasıdır. While nə sevdiyi zaman hansı day qızar özündən sonra keçmiş davam edici. Bax, burada var keçmiş davam edici. Başqa baxım harda bax. Güman ki, odur, yenə baxaq. While Aynur the lesson her students patiently. Deyir, Aynur dərsi hazırlayarkən uşaqları səbirlə gözləyirdi. Bax, patience students cəmdədirsə, were ola bilər. Aynur təkdəsə was, elə cavab 7. Deməli, while-ın ən vacib uzlaşmalarından birincisi nədir? Keçmiş davam edici, keçmiş davam edici. Və yaxud da özündən sonra buradalardı keçmiş davam edici, buradalardı keçmiş sadə. Baxırıq 25-ə. If the sun it gets dark. Baxın, bu cümlə indiki zamandadır elə. Deməli, bura nə ilə uzlaşmalıdır? If-in uzlaşmasıdır. İndiki ilə uzlaşır. If the sun sets. Cavab olur 25-də D bəndi. If-in deməli 2 uzlaşmasını öyrəndik. Ya burada indiki olub, ya burada gələcək olmalıydı. Ya da burada indikidirsə, ikisi də indiki uzlaşır. Çünki mən indiki zamanı ya keçmişdən, əstəğfurullah, heç açdım. İndiki zamanı ya indikidən uzlaşmalıdır, ya da gələcəklə uzlaşmalıdır qızlar. Burada if-dən sonra gələcək gələ bilməz deyə, burada if-dən sonra gələcək gələ bilməz deyə indiki götürürsünüz. Bu qədər sadə. Deməli, burada mən sizə nəyi vermişəm? Həmin o şəklimizə aid olan elə bil balıq tutmağa gedir deyəsən. Orada balıq tutarkən güya qızıl balıq çıxır, belə deyək. Orada velosiped veriblər və o qızıl balıqdan ona velosiped verməsini xahiş eləyir və balığı buraxır, sərbəst buraxır. Buna uyğun bir esse idi. Elə necə veriblər o şəkildə sizə təqdim eləyirəm və ona özünüz baxarsınız.